İnnel hamdəlillah və salatu və selam ala Rasulillah və sahbihi ecmaîn əmmə ba'd. Deməli, ismi mövzulardan həmin mövzuda 91-92-ci beytləri götürək. Cəm'ul-ləzi əl-ulə əl-ləzīnə mutləqa və bə'duhum bil-vavi raf'an nətəqa. İllati vəl-lâi illati qad cumi'a vəl-lâi kəl-ləzīnə nazran vəqa'a. Deməli, burada cəm mübtədadır. Ulə xəbərdir. Burada əlləzinə arasında sanki vav var, yəni vəlləzinə. Deyir, əlləzinin cəmi ulə və əlləzinədir. Yəni əlləzi sözünün, ismi mövsulunun cəmi ulə bir də və əlləzinədir. Mutləqa. Mutləqa dedikdə, yəni həm rafda, həm nasbda, həm cərdə. Və bə'duhum bil-vavi raf'an nataqa. Yəni bəziləri, yəni bəzi qəbilələr bu əlləzinəni əlləzunə kimi deyir, amma raf halında. Nataqa yəni deyir, tələffüz edir. Yəni əlləzunə. Sonra gətirir, burada əlləti mübtədadır. Qad cümə onun xəbəridir. Deyir, əlləti cəm olunur, artıqdır cəm olunmuşdur. Nə ilə? Əlləti əlləi ilə. Yəni qadın cinsinin cəmi əllətin əlləi kimi nədir? Cəm olunur. Sonra gəlir ki, vəlləi, yəni bu mübtədadır burada. Nəzran, yəni qalilə. Ləi deyir, əlləzinə kimi deyir, nadir hallarda, yəni o cür işlənir. Vaqa, yəni işlənir. Yəni bu əlləyi ki var idi, bu əlləzinə kimi işlənə bilir. Yəni cəmdə gələ bilir. Baxmayaraq ki, bu nəyin cəmidir? Əllətin cəmidir. Əllətin cəmi olan əlləyi, əlləzinə kimi işlənə bilir nadir hallarda. Və yuqalu fi cəm müzəkkər əl-ulə mutlaqan. Var qardaşlar, əl-ulə və əl-ulə deyirəm, ulə var. O yəni ismi işarədir. Var bu əl-ulə. Mutlaqan cəm müzəkkər səlim üçün, yəni əlləzi üçün aqilən kənə əv qayrəhu. İstər aqil olsun, istər qeyrisi olsun. Yəni mütləq şəkildə onun üçün istifadə olunur. Həmçində dedik ki, yəni bu həm rafda, həm nasbda da, yəni o cəhətdən də mütləq şəkildədir. Cəənə əl-ulə fəalu. Yəni əlləzinə fəalu yəni. Və qad yüstəməl fi cəm müənnəs. Bəzən də cəm müənnəs üçün istifadə olunur. Yəni ulə. Və qad ictəmə əmran. Yəni bu şeirdə hər ikisi nədir? İstifadə olunub, cəm olunub. Hər ikisi, hansı hər ikisi? Həm əlləzinə mənasında olan, həm də əlləti mənasında olan. Və tubli əl-ulə yestəl-imunə aləl-ulə tərahunə yevmə rəvə kəl-hidəyi əl-qubli. Şeirin, bu beytlərin əvvəli var. Əvvəldə zamandan söhbət edir. Zaman deyir, onları fəna, məhv edir, edəcək. Ulə əlləzinə, o kəslər ki, yestəl-imunə, ləəmə giyinib. Lə'mun, yəni zireh, lə'mətun, təmarbut ilə. Zireh giyiniblər, hansına ki zireh giyiniblər, giyinərək aləl-ləzinə tərahunə. Burada ulə qayıdır atlara, yəni xuyul şeirin önündə gəlib ki, sən deyir onları atlar üzərində zireh giyinərkən görürsən, onları deyir zaman məhv edəcək və o atlar üzərində zirehləri harda görmüsən? Yevmə rəv, döyüş günündə. Rəv yəni qorxu, döyüş günündə. Və onlar necə kimiymiş? Kəl-hidə əl-qubli. Sanki çalağan quşu kimi idilər. Yəni döyüşə atılırdılar. Əl-qubul, yəni çəpgözə deyilir.
Burada yəni o çalağan quşu bu şahin, qartal kimi də o quşlar iki gözü dimdiyinə baxır sanki. Amma hədəfə baxır da. Yəni çalağan quşları kimi, quşu onlar kimi deyir. Hədəfə dikilən çalağan quşların kimi döyüş günü onları görərsən at üzərində və zireh giyinlərək onları da nədir? Zaman məhv edəcək. Burada indi nədir söhbət? Yəni bu əlləzinədir. Bu isə əllətidir. Aydındır? Bu tərahunlə, hunnədən bildik. Hunnədən bildik ki, bu əlləti, burada da vavdan bildik ki, bu əlləzinədir. Yəni bir şeirdə əl-ulə iki mənanı daşıya bilər. Həm cəm müənnəsi, həm də cəm müzəkkəri. Fəqalə yestəl-imunə thumma qalə tərahunə. Yəni dedik onu. Və yuqallil müzəkkər aqil fil cəm əlləzinə mutlaqən. Və cəmdə və aqillər üçün aqilin kişi cinsi üçün əlləzinə nədir deyilir, istifadə olunur mutlaqən. Mutlaqı dedik ki, nə? Raf, nasb və cərdə. Rafda, nasbda və cərdə. Fətəqulu cəəni əlləzinə əkramu Zeydən. Yəni Zeydə ikram edənlər yanıma gəldi. Və rəeytu əlləzinə, baxın burada əlləzinə faildir, fi məhəlli rafdır, məbni olduğu üçün. Eyni əlləzinə kimi qalıb. İndi burada da rəeytu əlləzinə əkramuhu eyni cümlədə sadəcə gördüm o kəsləri. Burada məfulun bihidir, amma fi məhəlli nasbdır, məbnidir. Və mərartu billəzinə əkramuhu. Burada da billəzinə fi məhəlli cərd. Aydındır, biyə görə. Yəni dəyişmədi də. Mutlaqan onu deyir. Və bə'du əl-ərəb yəqulu əlləzunə. Bəzi ərəblər bəzən əlləzunə deyir. Nədə? Rafda. Vəlləzinə deyirlər. Nədə? Fin-nas vəl-cərdə. Və hum Bəni Hudeyl qəbiləsidir. Misal üçün, nəhnu əlləzunə sabbahu əs-sabahə yevmə nuxeyli qarətən milhəhə. Biz deyir, hansılar ki, yəni əlləzunə, düzdür, bəziləri əlləzinə kimi də bu şeiri deyiblər, amma hər bir halda əlləzunə kimi də deyiblər. Biz deyir, hansılar ki, sabbahu sabahə, əs-sabahə. Sabah vaxtı onlara qəfil hücum edərik, yəni sabah vaxtı onları qarşılayarıq. Yevmə nuxeyli. Nuxeyl günündə qarətən hücum edərək milhəhə, ardıcıl, dayanmadan. Deməli, burada nədir? Bizə lazım olan əlləzunə. Və yuqal fil cəm müənnəs əlləti vəlləi. Deməli, əllətinin cəmi əlləti vəlləi. Bihəzfil yə. Yəni düşürtməklə. Yəni, necə yəni düşürtməklə? İndi deyəcək. Misal üçün, bu cür yənə də ola bilər. Əlləti, əlləi də ola bilər. Buna işbə' deyirlər, uzatmayla. Bihəsfil yə. Fətəqulu cəəni əlləti fəalnə. Edənlər gəldilər. Sadəcə qadınlardan söhbət gedir də. Vəlləi fəalnə. Və yəcuz isbətul yəy. Yəni, demək də olar. Fətəqul əlləti vəlləi budur. Və qəd vərədə əlləi, hansı ki bu ləi, demişdik axı cəm müənnəs səlim üçündür. Bimənə əlləzinə kimi də gələ bilir. Və qalə şair, fəmə əbəunə biəmənnə minhu aleynə əlləi, yəni əlləzinə qad məhədu əl-hucura. Burada kişilərə qayıdır. Deyir ki, deməli, şeirin əvvəlində bir salih kişidən söhbət gedir. Bu, minhu ona qayıdır, o salih kişiyə. Deyir, atalarımız deyirlər, ikram edən deyirlər aleynə bizə, minhu, o salih kişidən çox bizə ikram edən deyirlər atalarımız.
İndi bu atanın sifətidir. O atalarımız ki, hansı ki qad məhədu əl-hucura, evləri beşik etmişdilər. Yəni evlərini beşik edən atalarımız bizə o kişidən çox ikram etməzlər, edən deyirlər. Bunlar ümumiyyətlə bu şeylər mənalıdır. Sadəcə bir görsən ki, 100 beytdir, 200 beytdir, 300 beytdir. Yəni önün arxasını bilmək lazımdır ki, bu əsasən hansı mənanı deyir və kimin haqqında danışır. Yəni ola bilər ki, hansısa övladdır, naşükürlük eləyir, ataların düzgün qiymətləndirmir, onlar haqqında danışır. Kəmə qad təciu əl-ulə bimə'nə əlləyi və necə ki deyir, ulə əlləyi kimi gələ bilir. Hansı ki, ulə kişi cinsindədir də. Yəni bu bunun yerində gələ bilir, bu da bunun əlləzin yerində gələ bilir. Yəni bu cür. فأما الأولى يسكن غور تهامة فكل فتاة تترك الحجل أقسما. Bir amma el-ula yəni əlləyi yəni əlləti hansılar ki yaskunna onlar yaşayırlar yəni yaşayırlar harda Qavra Tihamətin Qavra vadidə Tihamə vadisində və ya ki Tihamə çox isti yerə deyilir. Tihamə vadisində və kullu fətətin hər bir gənc qadınlar, gənclər, gənc qızlar, qadınlar, gənc qızlar tərk eləyirlər sınıq xalxallarını. Orada yəni artıq onlar böyüyüblər. Böyüyüblər, ayaqlarına o xalxallar dözmür, yəni sınır açılır. Yəni mənası budur. Hər bir halda əl-ulə burada nədir? Əllətinin cəmidir. Cəmi kimi istifadə olunur. Hansı ki əl-ulə əlləzinə mənasında idi. Burada amma əlləi, yəni əlləti mənasında işlənir. Gəlin bunun üçün bir xülasə sxem çəkək inşallah. İndi burada boş yer kimi. Misal üçün burada götürə görə yaza biləcəyik. Əl-müzəkkər kişi cinsi üçün təkində necə oldu mufradda? Əlləzi bu mufrad. Aydındır. Sonra gəldi əlləzəni. Əlləzəni. Və yaxud da ki əlləzini nasbda. Əlləzini nasbda. Bunu belə bölək. Amma ikili üçün də bu lil müthənnə. Siz səliqəli yazarsınız. Mən burada lil müthənnə. İkili üçün əlləzəni, əlləzini. Əlləzi də nə üçündür? Mufradıdır da. Lil mufrad. Lil mufrad. Sonra dedik ki var cəm üçün. Cəm üçün nə? Əlləzinə bir də cəm üçün var idi. Əlləzunə amma raf alındı. Amma raf alındı. Əlləzunə. Aydındır. Bunu hansı tayfə deyirdi? Baxmayaraq ki, onlar rafda əlləzunə deyirlər. Sonra onlar nasb və cərdə əlləzinə deyirlər. Amma ümumən o tayfadan başqa əlləzinəni həm rafda, həm nasbda, həm də cərdə deyilir. Dedik ki, orada şeirdə qeyd olunur ki, mutlaqa. Və həmin bu cəm üçün üstəgəl nə var? Əl-ulə. Əl-ulə var. Əl-ulə var. Bunu da ümumən mötərizə alaq ki, bunlar nə üçün idi? Lil cəmə. Yəni cəm üçündür. Bunlar indi siz daha səliqəli yazarsınız. Mən indi burada elektron ruska ilə qələmlə yaxşı alınmır. Əl-müzəkkər üçün bunu götürdük. Bunlar hamısı nədir? İsmu
el-mevsul el-xassa. El-xassa dedi ki, yəni mufrad üçün ayrıdır, müsənna üçün ayrıdır, cəm üçün ayrıdır. Aydındır bu cəhətdən el-xassa. Bunu belə dairəyə alıb, dairəyə gəlir belə ki, yəni amma siz bunu üstdən bunları üstdən çəkərsiz yerimiz olsa. El-müzəkkər. Deməli indi keçək el-müənnəs. El-müənnəs. El-müənnəs üçün onun da, yəni mufradı, ikiliyi, cəminə nə yazır? Mufradda nə idi? El-ləti. El-ləti. El-ləti var və el-lətəni var. El-lətəni var. Bir də üstə gəl nəyi var? El-ləteyni. El-ləteyni. Bu ikiliyinə aiddir. Sonra burada cəm üçün var el-ləi. El-ləi də var, üstə gəl el-ləti də var. El-ləti də var. El-ləti də var. Aydındır. Amma diqqətli olaq nəyə? Buradan başqa rəng seçək. Şöyle seçək. Deyildi ki, orada el-ulə yoxdur. Bəzən bunun mənasında işlənə bilir. Bəzən bu da el-ulənin mənasında işlənə bilir. Bu cür belə məsələlərə toxunduq. Aydındır. Sonra inşallah biz ismu mevsul, yəni gələn dəfə yəni ismu el-mevsul el-xassa, el-amma götürəcəyik. İsmu mevsul el-am, yəni ona müştərək də deyirlər. Onlar da indidən yazıram, bax, mən, yəni növbəti şeirdə, yəni əlləzi mənasında mə, bir də ey, sonra əl, zu, zə. Bax, bunlar zu, zə, əlləzi mənasında olan, məsəl üçün ixtilaflıdır, bəzilər buna ismi mevsul demirlər, deyirlər, hərfi mevsul deyirlər ona görə. Bu zudakı zudan sonra feil gələndə bilirsən ki, bu əlləzi mənasında olan zudur, yoxsa zu sahibi var, o zu məlin, o deyil. Əgər zudan sonra feil gələndə bilirsən ki, həmin əlləzi mənasında olan zudur. Yəni, rəaytu zu zəhəbə, yəni əlləzi zəhəbə, aydındır bu cür. Əlifləm isə, qardaşlar, nəyə qoşulur? Burada bir də yəni, o biri dərsi keçməmişdən əvvəl bu şeyi qeyd edək. Bu əlifləm, bizim bildiyimiz o mərif əlifləm kimi bəzən o deyirlər ki, odur, bəzən deyirlər ki, yox, əlləzidir. Qoşulur ismi faillərə. Yəni, fəilun vəznində ola bilər və yaxud da ki, müfəilun vəznində ola bilər. Müfəilun. Hər bir halda istənilən bildiyimiz ismi faillərə qoşulanlar, yəni qoşulubsa belə, əlləzi mənasındadır. Yəni, əlləzi fəil. Və yaxud da ki, ismi məfhullara. Aydındır. Misal üçün, əl-məktub. Əl-məktub, yəni hansı ki yazılıb. Yəni, əlləzi, yəni kutibə, yəni. Əlləzi məktub.
və yaxud da ki, bu indi fəalənin məf'uludur da, mufa'al, mufa'al vəznində. Mufa'al vəznində də əlif lam varsa əlləzi mənasındadır. Misal üçün deyirsən ki, cəəni qaimu. Yəni əlləzi qaimu. Bu ismun faillə, ismun məf'ullara qoşulan əlifləmlər əlləzidir. Zaten də onun mərifəli, əlləzi zaten mərifədir. Burada mərifəliyə xələl dəymir. Bizim bildiyimiz o əlifləm mərifə qoşulsa da mərifə olur. Və yaxud da ki, əlləzi qoşulsa da yenə mərifə olur. Amma burada irabında biz misal üçün deyəndə ki, cəə əl qaimu, burada nə deyirik? Deyirik ki, gəldi, əl qaim faildir. Demirik ki, əlləzi faildir, qaim də siləsidir onun. Demirik, niyə? Təəzzürə görə. Necə Şeyx İbn Hüseyn rəhməhullah deyir ki, burada əlləzi, bu əlifləm əlləsi sanki hərfin yerindəki kimidir deyənə, bunu nəzərə almırıq irabda. Birbaşa qaiminə deyirik ki, faildir. Amma güya ki, nəzərə alsaq, bu çətin irabla deyirik ki, burada cəə feildir, əl yəni faildir, əlləzi burada faildir, qaim də ki, əlləzinin siləsidir. Aydındır. İnşallah, yəni gələn dəfə biz mən, mə, əy, əl, zu, zəni götürəcəyik o biri beytdə. Subhanəkallahumma və bihamdik, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.